Müqəddəs həyat mövzusu ətrafında söhbətlərimiz davam edir inşallah. Bugün də ikinci gündür və hər gün mütəmadi şəkildə axşam namazlarından sonra bu söhbətlərimiz olacaq. Deməli, Peyğəmbər səllavatullahın dövrü idi. Peyğəmbər Mədinə şəhərinin kənarında gəzintindədir, gəzir. Görür ki, bir dəstə cavan yığılıblar, bir daşı meyar götürüblər, bir daş. Onu yerdən qaldırırlar başlarının üzərinə, qoyurlar yerə. Yarış keçirdirlər. Kim o daşı yerdən neçə dəfə məsələn qaldırar, başının üzərinə qoyar. Qalib gələnlər keçirlər, biraz ağır daşı qaldırırlar. Bu cür bir yarışdır. Gördülər ki, Peyğəmbər gedir, Həzrət Rəsulullahı dəvət elədilər, sevindilər, dedilər, ya Rasulullah, yaxınlaş, sənə sözümüz var, Peyğəmbər də yaxınlaşdı, dedi, burada neyinirsiniz? Dedilər ki, ya Rasulullah, biz bir yarış keçirdirik, daş qaldırma, ağırlıq qaldırmada, indiki o ştanq qaldırma kimi. Ya Rasulullah, istəyirik, səni gördük, sevindik, ən ədalətli insansan sən, aramızda hər şeyi ən yaxşı bilənsən sən, istəyirik, sən bizə hakimlik eləyəsən ki, bilək biz hansımız daha güclüyük. Başladılar, daşı qaldırırlar, qoyurlar, Peyğəmbər sallallahu da baxır bunlara. İndi biri, ikisi, üçü, beşi daşı qaldırdı, qoydu yerə. İndi oturublar sakit-sakit baxırlar ki, Peyğəmbər indi kimi elan eləyəcək? Qalib. Həzrət Rəsulullah baxdı onlara, dedi ki, aranızda istəyirsiniz deyim sizə ki, ən güclü adam kimdir? Hamı sevinə-sevinə, ya Rasulullah de, indi kimin adı Peyğəmbərin dilindən çıxsa, bunlar fəxr eləyəcək də. İndi özünüzü təsəvvür edin, Peyğəmbərin hüzurunda məşq eləyəsiniz, idman eləyəsiniz, Peyğəmbər sizi qalib elan eləyə, bunun sevinci hara? Bunlar baxırdılar, deyirlər, indi yəqin Peyğəmbər adam adı çəkəcək, amma Peyğəmbər görün nə dedi? Buyurdu, aranızda hamıdan güclü adam o adamdır ki, o kəsdir ki, bir şeydən xoşu gələndə, ona bağlananda, o şeyə qarşı duyduğu məhəbbət onu haqq və insaniyyət çərçivəsindən çıxarmasın və pisliyə bulaşdırmasın. Əgər bir gün qəzəblənsə, özün ələ almağı bacarsın, haqdan başqa bir söz deməsin və dilinə nalayiq ifadə gətirməsin. Əgər bir gün qüdrəti olsa, güc verilsə ona, vəzifə sahibi olsa, qüdrəti olsa, haqqı olduğu miqdardan artığına əl uzatmasın. Güclü adamın tərifini verdi Peyğəmbər. Diqqət eləyin, 1400 il əvvəl kamil bir güclü insan tərifini verdi Peyğəmbər. Bir adam ki, sevgiləri onu idarə eləməsin. Filan şeyi sevirəm, ya filan kəsi sevirəm, ya filan işi sevirəm. Sevməyinə heç bir dənə mən sizə söz deyim, bütün sevgilərin halalı var. İnsan nəyi dünyada sevirsə, onun halal yolu var. Heç kim gəlib mənə sübut eləyə bilməz ki, mən bir şeyi sevirəm, onun halal yolu yoxdur məsələn. İnsan deyə ki, mən məsələn, üzr istəyirəm sizdən, sərxoş olmağı sevirəm, sərxoş olmağın halal yolu hanı? Dedə görün, insan məst ola bilər, valla ilahi sevgi ilə məst olar adam. Kəbə evini təvaf eləyib məst olar, dua eləyib məst olar. Yəni, o qədər məstliyin gözəl tərəfləri var ki, yəni insan gərək vacibdir ki, ancaq haram şeylə məst olsun. İnsan içməyəndə də sərxoş ola bilir, ilahi eşqdə sərxoş olanlar o qədər olublar ki. Ona görə də Peyğəmbər bunlara izah eləyir ki, bax, güclü adam o adamdır ki, sevgisi onu idarə eləməsin. Və özünüzə fikir verin, nə qədər sevgilərin əsiriyik, nə qədər nəfsin istəklərinin əsiriyik və qəzəblənəndə nə qədər nəzarət eləyə bilirik özümüzə, nə qədər dilimizə nəzarət eləyirik ki, Allah eləməsin, bir nalayiq ifadə çıxmasın. Çox çətin sözü deyir əslində Peyğəmbər. Amma ən dəqiq diaqnozu qoyur güclü insana və bir gün buyurur ki, deyir, qüdrəti olsa, əli artığın götürsə, heç kim onun əlindən tutub alınmayacaq da, gücü var və yaxud heç kim onu görmür. Amma buna rəğmən götürməyə, artığın götürməyə, öz haqqı olandan çox götürməyə. Bir gün Əli əleyhissalam oturmuşdu Küfədə, öz dövlət, hökumət evində.
dövlətin işləri ilə məşğul idi. Beytülmalın haqq hesabını aparırdı. Yazı pozu. Kimə nə qədər bütçədən, nə hara filan, maliyyə işlərinin hesabatını aparırdı. Bu vaxt qardaşı Əqil ibn Əbu Talib, Əqil gəldi Əleyhisselamın yanına. Əmir-ül-Möminin dedi, Əqil, işin mənlə nədən ibarətdir? Dedi, heç şəxsi söhbətim olacaq sənlə. Dedi, bunu gör ki, Əleyhisselam götürdü, şamı söndürdü. Bir başqa şam yandırdı. Əqil baxdı, dedi, bunu söndürüb, bunu niyə yandırırsan? Təəccübləndi. Dedi ki, Əqil, birinci şam ki var idi, o Beytülmalın idi. Yəni, dövlətin pulu ilə yanırdı. Sənin də işin dövlət işi deyilsə, dövlətin pulu ilə yanan şam, sən mənim şəxsi söhbətimə görə niyə yanmalıdır? Öz şəxsi pulumla aldığım şamı yandırdım. Bunu eşitmişsiniz, az qala əzbər bilirsiniz. Amma burada bir dünya boyda mesaj var bəşəriyyətə, kainata, bütün dünyaya ki, tapın bir dənə belə lider ki, dünyada nə vaxtsa yaşayıb, gətirin, gəlin dolanaq başına. Yapışmışsınız ki, ərəbdilər, ərəblərlə bizim nə işimiz beşməkən? Yaxşı, mən İngilisdən get tap gətir. Get Fransızdan tap gətir. Vallah tap gətir, mən başına dolanacağım. Məsciddə gəlib onun söhbətini eləyəcəm, amma tap. Get tap gətir. Hardan tapırsan tap, belə bir dənə kişi tap. Belə bir dənə xəlifə tap. Ki, yamaqlı paltarla xilafət elədi. Hökumət elədi. Bir qarışqanın ağzından da buğdasın, haqsızlıq eləyib əlindən almadı. Əleyhisselam burada bizə həm də nəfslə mübarizənin mesajını verir. Yəni, Əli ona görə Əli idi ki, icazə vermirdi nəfsinə. Bir an belə olsun qəflət eləsin, diqqət edirsiniz. Bir an qoymurdu nəfsə. Şamda belə yo olmaz, diqqət edirdi, qoymurdu. Ora qədər onun üçün mühüm idi məsələlər. Bir şəxs yaşayırdı Bağdadda. Bu kasıb adam idi. Dedi ki, pul qazanmaq lazımdır. Gördü ki, Bağdad cəmaatı biraz lağlağı cəmaatdır, bəziləri. Vardı, hər şəhərin içində o lağlağılar var, pulunu hara gəldi xərcləyənlər var. Deyəsən, bir xeyir işə gəl pul xərcləy, olmaz. Amma harada nə axmaq şeylər var, gedib tökərlər pullarını ora. Bağdadda da dolu idi belə tüfeylilər, puluna hara gəldi xərcləyənlər. Bu da baxdı, dedi ki, bu axmaq adamlar var bu şəhərdə. Gedim Bağdadın şimal hissəsində dağlıq ərazilər var, qış ayıdır. Gedim oradan ilan tapım. Eşitmişəm, orada böyük ilanlar yaşayır. İlan tapım, gətirim bazarda, nə bilim, sırqda, o dövrün sırqı, meydanlardan indi. O ilanı oynadım, əlimdə filan belə göstəreyim. Göstəriş eləyim oynan, biraz pul qazanım. İlana da balet eləyənlər tapılacaq da. Gedir Bağdadın dağlarında harasa bir yerindən gedir, uzaq məntəqədən qalxır dağlara filan axtarır eləyir. Çox çətinlik çəkir, bir dənə əfi ilan tapır. Zəhərli böyük bir ilan. İlan da qışda bilirsiniz də qış yuxusuna gedir, bədəni keyiyir. Elə olub, bir neçə dəfə mən görmüşəm, yuvasında ilan olur bəzən. Qışda ilan hissiyatı ölür sanki. Bu götürür ilanı dolayır boynuna, ya atır bir sandığın içində, durur gəlir Bağdada. Cəmaatı yığır ki, ay cəmaat, yığılın, gəlin, mən ilan gətirmişəm. İndi onu göstərəcəm sizə. Ya Allah, 5-10 manat verin, görək nə verirsiniz. Belə Bağdadın istisi, günəş tutur, isti şəhərdir. İlan yavaş-yavaş qızır, özünə gəlir, ayılır. Ayılan kimi o gözünə döndüyüm, birinci elə vurur, bunu öldürür. Vurur, öldürür, cəmaatın gözünün qabağında çapalayır, ölür. Bu hadisə bizə bir mesaj verir ki, bax, mən bunu elə-belə bir misal olaraq, təmsil olaraq ona görə danışdım ki, nəfs də var, eyni ilə belədir. Onun ilan kimi zəhəri var, nəfsin, öldürücü zəhəri var. Biz ondan qəflət eləsək və o qüdrət tapsaq, birinci bizim özümüzü məhv eləyəcək. Nəfs birinci öz sahibin məhv eləyir həmişə. Az mı görmüsünüz nəfsi hesabına pis günə düşənləri? Nəfsinin badına gedənləri. O bir misal var, deyir, tamahkar quş həmişə gələr o dimdiyindən tora düşər. Az mı görsənib ki, 5-10 manata tamahlanıb, bütün ömrün rüsvayçılığından keçirdən, zindanlara düşən, işindən olan, hörmətini itirən. O qədər tarixdə var, günümüzdə də var belə nümunələr çoxdur. Nəfs elə bir şeydir ki, o nəzarətsiz qalanda, onu qüdrəti ki, əldə elədiyə səndən, sən ona bir növ icazə ki verdin, o ilan kimi, qızışdırdın onu, o qızışdısa, birinci kimi elə özü vuracaq, özü bədbəxt eləyəcək.
Nəfsə nəzarət ona görə lazımdır ki, bu sənə lazımdır, özünə lazımdır. Bəzən eşidəndə ki, insanlar deyir, din deyir ki, nəfsünə nəzarət elə. Deyir ki, din də gəlib mənə işəsə, qoy nəfsin nə istəyir eləsin, keyf çəkim də. Din başa sala bilmir bu adamlara ki, mən din deyəndə ki, nəfsünə nəzarət elə, sənin özünə görə deyir ki, özünü məhv eləyəcəksən. Özün xarab olacaqsan, zay olacaqsan, qalacaqsan ortalıqda. Toparlaya bilməyəcəksən, hörmət gedəcək, abır-izzət gedəcək, dost gedəcək, ailə dağılacaq, o birisi, bu birisi, hələ çox şeylər olacaq. Həzrəti Peyğəmbərin bir səhabəsi var idi, Əbu Xeysəmə künyəsi idi. Adı isə Malik ibn Qeys. Bunun. O, Peyğəmbərlə demək olar ki, əksər döyüşlərdə iştirak eləmişdi. İndi Peyğəmbərin ömrünün son illərindədir. Təbuk müharibəsinə Peyğəmbər hazırlaşır. Bizansla müharibə eləyəcəklər. Mədinədən çıxırlar üzü şimal istiqamətinə. Həmin bu Əbu Xeysəmə Təbuk müharibəsi vaxtı da xurmanın yetişən vaxtı idi. Bunun da böyük xurma bağları, bostanları və s. Dedi ki, mən bu xurmaları, bu bostanları qoyub getsəm, sonra tələf olacaq, kim yığacaq, oğru gəlib aparacaq, o birisi, bu birisi, mən getmirəm döyüşə. Halbuki Peyğəmbərlə neçə illər bir yerdə olub. Yəni, boş adam deyil bu. Döyüşlərdən başuca çıxan adamdır. Qanlı döyüşlərdə qorxmayıb. Qorxaq deyil, zərrə qədər qorxu yoxdur. Amma harada dolaşdı, baxın. Qorxmur, amma xurma ağaclarım tələf olar, nəfs. Əziyyətim heçə gedər, belə elə. Gedmədi Peyğəmbərlə. Peyğəmbər bir 10 gündür çıxıb, Mədinədən gediblər üzü şimala. Bu da səhər gedir bağına, bağatına, bostanına baxır. Qayıdır, gəlir sonra öz evinə. Həmən gündə çıxıb indi səhər, axşam gəlir, yorulub. Uzaqdan gördü ki, bunun da 2 dənə yoldaşı var idi. 2 xanımı var idi. Uzaqdan gördü ki, xanımları bunun üçün bir kölgəlik hazırlayıblar. Və döşəkçə qoyublar, nə bilim, mütəkkə filan, xalça səriblər, ətrafına su səpirlər ki, indi Əbu Xeysəmə gələcək, həyat yoldaşları və dincəlsin. Əbu Xeysəmə gəlir, görür ki, sərin su hazırlayıblar onun üçün. O dövrdə sərin su tapmaq indiki kimi asan deyil, daha çətin məsələ. Baxdı sərin suya, baxdı o kölgəliyə, baxdı özünə. Belə bir söz dedi ki, Əbu Xeysəmə, heç utanmırsan öz nəfsün əlindən, heç utanmırsan ki, nəfsün əlində əsir olmuşsan, heç utanmırsan ki, arvadlarına görə, bu bağıva görə, nə bilim, istirahətə görə Peyğəmbərə atmısan. Peyğəmbər gedib səhranın ortasında istidə müharibə eləyir, döyüş eləyir, İslamı qoruyur, vətəni qoruyur, Mədinəni qoruyur. Təhlükədən bizi mühafizə eləyir, sən oturmuşsan bağ-bağat dərdindəsən. Deyirlər, bu sözləri özünə deyə-deyə xanımlarına dedi ki, hazırlaşın, yol tədarükü görün, mən gedirəm. Dəvəsini gətirdi, düzdür, qoşdu, tədarükün qoydu. Ya Allah elə həmən gecə çıxdı yola. Surətlə dayanmadan Peyğəmbər də bir məntəqədə qərargah qurub, oturublar, dincəlirlər, düşmən qoşunun gözləyirlər. Gəldi surətlə də neçə saat, ya neçə gün bilmirəm, yol getdi, gəldi, çatdı Peyğəmbərə. Peyğəmbərə xəbər verdilər ki, ya Rasulullah, bir atlı gəlir bizə tərəf, daha doğrusu bir süvari, yəni dəvə ilə. Peyğəmbər baxdı uzaqdan, dedi ki, kaş Əbu Xeysəmə olaydı. Bunun adını çəkdi. Yaxınlaşdılar, gördülər, elə Əbu Xeysəmədir. Peyğəmbər baxdı ona, dedi ki, Əbu Xeysəmə, sənə gəlmək yaraşırdı. Yəni, bu yaraşan işi gördün, sənə bu yaraşırdı. Peyğəmbər niyə dedi ona sənə yaraşırdı? Çünki doğrudan da insan bir kişinin özəlliyi, gözəlliyi, deyir o, qadının gözəlliyi bədənində, üzündə olar, kişinin gözəlliyi nəfsinə nəzarət eləyə bilməyindədir. Kişi əsaləti qədər gözəldir. Kişi özünə nəzarət edə bildiyi qədər gözəldir. Dedi, Əbu Xeysəmə, bu sənə yaraşardı. Yaxşı eləyib gəlmirsən.
Və Peyğəmbər sallallahu görüşür. Düşür Peyğəmbərdən üzr istəyir ki, ya Rasulullah, bir səhv eləmişəm. Buradan bir nəticə çıxardırıq biz ki, insan qəflətə də düşər. Nəfsinə uyar, səhvdə eləyər, eybi yox. Amma gərək özünə gələn kimi səhvin başa düşə və nəfsin üstünə gedə. Getmədi ya, nəfs güclənəcək, sabah daha çətin olacaq. Bugün məsələn, nəfs gəlir mənə deyir ki, sən bu malı satırsan da 5 manat pul qazanırsan. Bunun yanında da bir dənə haram bir şey sat. Qazan 100 manat. Bax, elə o ideya beynivə gələndə üstünə getmədinsə, elədinsə, dişivə tamahı var, o tamah dişinə haram dəydisə, sonra çətin bazarasan. Nəfsin belə bir xasiyyəti var ki, bir dəfə batdısa dişi harama, sonra çox çətin olur, alınmır. Xeysəmə də harda dedi ki, mən gedirəm. Bax, onun bir dənə diqqət elədiniz, mən danışdım sizə. Adam olardı, deyərdi ki, indi gəlmişəm, xanımlarım yemək pişiriblər, süfrə hazırlayıblar, nə bilim, yer salıblar, kölgəli və s. və bir gecə qalım bunlarla, çörəyimi yiyim, suyumu içim, dincəlim, səhər də Allahımdır da, səhər gedərəm. Həmə bu xeysəmə neynədir? Elə həmən gecə çıxdı. Bu nə deməkdir? Bu deməkdir ki, nəfs elə bir şeydir ki, o dəqiqə getmədinsə üstünə, hələ qabaqda bacararam onunla dedinsə, o gecə yastığa baş qoysaydı o evində, səhər fikrindən vaz keçəcəkdi. Səhər vaz keçəcəkdi. Ki, getmirəm da, o yastığın dadını gördüsə, getməyəcəkdi. Fikir verin, həmən gün çıxdı, həmən dəqiqə çıxdı. İmam Həsənin dövründə, ağanın, İmam Həsən bilirsiniz də 6 ay xilafətdə olub. İmam Əli şəhid olandan sonra 6 ay İmam Həsən ağa xilafət eləyib. Xilafət zamanı ən say seçmə ordusunu toplayır, 12.000 nəfərlik say seçmə küfəllərdən ordu toplayır. Onları öz atasının əmisi oğlu Ubeydullah ibn Abbas, Peyğəmbərin, İmam Əlinin əmisi oğludur bu, Ubeydullah ibn Abbas. Çağırır Abdullah ibn Abbası, bəziləri də deyir ki, məktub yazır ona. Deyir ki, Ubeydullah, bu qoşun ki sənə verirəm, bu qoşun mənim olan qalanımdır ya. Yəni 12.000 nəfər say seçmə cəngavərlər seçmişəm sənə. Bunlardan müğayət ol, sənə tapşırıram bunu. Sən də ailəmizin üzvüsən, Peyğəmbər qohumusan, etibar eləyirik sənə, etimad eləyirik sənə. Bunları deyir və Ubeydullah ibn Abbas'a deyir ki, bu tövsiyələr eləyəndən sonra deyir ki, götür bu qoşunu, get üzü Muaviyyəyə tərəf, Şama tərəf, İraqla Şam sərhəddinə. Ged Muaviyyəyə tərəf və onun qarşısını kəsərək mən əlavə qoşun yığıb sənə çatana qədər onu yubat. Biraz balaca döyüşlər baş versin, qabağın kəs, mühasirə al ki, gəlməsin, mən qoşun toplayım, gəlim çatım sənə. Gəlim çatım, qoşun rəhbərliyin götürüm öz üzərimə, müharibə eləyəyim Muaviyyə ilə. Muaviyyənin işin bitirəyi də daydı, bəsdir. Ələslam şəhid olub, indi məsələ hakimiyyət İmam Həsəndədir. İmam Həsən bağlamalıdır Muaviyyə ilə söhbəti. Ya məğlub olmalıdır, ya qalib gəlməlidir. Həmin bu Ubeydullah ibn Abbas 12.000 nəfərlik qoşunu da götürdü, gəldi Məskin adlanan bir məntəqədə ordugah qurdu, düşərgə qurur və oturur gözləyir İmam Həsəni. Yəni, Muaviyyə dincliyanır, yox. Muaviyyə başladı, kəşfiyyatın xoda saldı ki, bir dənə öyrənin görək, bu Ubeydullah nəyi sevir? Qadın-qız sevgisi var. Dedilər, yox, elə şeylə məşğul adamdır. Elə şeylərlə ona bata bilməzsən. Dedi, ölümdən qorxan adamdır, ölümlə qorxudaq onu. Dedilər, yox, o çoxdan çıxıb o imtihanlardan. Ölüm filan onu deyil. Onu o cür qorxutsun, heç nə eləyənməzsən ona. O Bəni Haşimdən deyə, onlar cəsur tayfadılar. Onlarla sən bacara bilməzsən, ölüm qorxusu filan, belə şeylər onlara keçməz. Dedi, yaxşı, bunun bir şey olmalıdır da bir zəif yeri. Kaş olmayaydı.
Amma dedilər, var, zəif yeri nədir bəs? Dedi, təriflənməyi sevir, məqamı sevir, hörmət olunmağı sevir. Kim ona çox hörmət eləyirsə, ona tərəf meyillənir. Hörmət yəni pulu, məqamı sevir, pul sevgisi var. Muaviyə dedi, hə, indi yaxşı. Götürdü, məktub yazdı. Bir-birinin ardıycan məktub yazır ona. Yazdı ki, Ubeydullah, boş-boşuna gəl döyüşməyək bir-birimizlə. Onsuz da bilirsən ki, mən sizi məğlub eləyəcəm. Sənin qoşununda da hamı deyir ki, İmam Həsən mənlə sülh imzalayacaq. Sən də aralıqda qalacaqsan. Zaman gələcək, İmam Həsən məğlub olacaq, sən ortada qalacaqsan. Ha, gəl indidən sənə deyirəm. Gəl sənə pul göndərim, pul verim. Gəl keç mən tərəfə gecə ilə, günüzlə. Axırda gəl keç mənə, mən tərəfə. Və 1 milyon dirhəm vəd eləyirəm sənə. 1 milyon dirhəm, o dövrün zarafat pulu deyil. 1 milyon gümüş pul. Qızıl pul dinardır, gümüş pul dirhəmdir. 1 milyon dirhəm. Məktub gəlir, çatır Ubeydullaha, baxır o yana, baxır bu yana. Bunun sərkərdələri, ətrafında olanlar deyirlər ki, nə fikirləşirsən? Deyir ki, necə yana nə fikirləşirsən? Mən hara, Muaviyə hara? Mümkündür. Gecə hamı yatıb, namazların qılıblar, çörəklərini yiyiblər, qaravulçular ancaq qalıb, əskərlər yatıb, dincəlir. Səhər sübh namazıdır, qalxıblar, indi əmir gələcək, namaz qılacaq, əmir yoxdur. Ora əmir, bura əmir, əmir qaçıb Muaviyənin yanına. Ubeydullah ibn Abbas gecə ilə çatdırıb özün Muaviyəyə. Ki, gəldim, razıyam İmam Həsəni sənə satmağa, razıyam ona xəyanət eləməyə. Və xəyanət də eləyir. Və təsəvvür edin, 12.000 nəfər qoşun nə olur bəs? Xəyanəti bir qırağa qalsın. Qoşununa məktub yazır ki, kim gəlsə mən tərəfə, öz pulumdan ona da verəcəyəm. Muaviyə ona əlavə pul da verəcək, at da verəcək, nə verəcək. 12.000 nəfərdən 8.000-i gedir ona tərəf. Qalır cəmi 4.000. İmam Həsənin qoşunun dağıdır. Amma o 4.000-in içində elə kişilər də var idi ki, gəldilər, dedilər ki, onsuz da 8.000 gedib də, bizim qalmağımızdan nə fayda? Dedi, 8.000 yox, hamvuz get, söz mən qalacağım. Belə adamlar da var idi. Və qaldı 4.000 nəfəri də saxladı, gətirdi, qoşdu İmam Həsənin qoşununa. İndi baxın, buradan bir nəticə çıxır ki, kim olursan ol, adam kimi idi? Ubeydullah ibn Abbas, Peyğəmbərin əmsi oğlu, Əl-İslamın əmsi oğlu, Peyğəmbəri görüb, Əl-İslamı görüb, Peyğəmbər dövründə yaşayıb, Əl-İslamın sahabəsi olub, İmam Həsənin sahabəsidir. Gözü ilə görüb o möcüzələri, gözü ilə görüb İslamın ən gözəl tarixi çağlarını. Sən mən deyiləm, kitablardan oxumuşuq. Bu adam canlı müşahidə eləyib Peyğəmbəri. Həqiqətin gözünə dik baxıb, canlı görüb. Haqqın danışan dilin görüb. Əli əleyhissalamın dilindən moizə eşidib. Siz məndən, başqasından xütbə eşidib, İslamı Allah'a sevirsiniz, haqqı sevirsiniz. O birbaşa Əli dilindən xütbə eşidib. Nə oldu bəs buna? Deməli, nəfs elə bir ağır bir şeydir ki, istəyirsən Əlinin qardaşı oğlu ol, əmsi oğlu ol, canı ciyəri ol, Əlinin dizinin qabağında əyləşib ondan xütbə dinlə, dərs oxu, din öyrən. Nəfsünlə bacarmayacaqsansa, səndən bir şey olmayacaq. Xain olub gedəcəksən. Bu Ubeydullah kimi. Yəni, bir insanın nəfsinə uyub xəyanət eləməsi bəzən bir ümmətin taleyin həll eləyir. Nəfs o qədər problemli olub ki, hardan baxırsınız, baxın, yaxşıların ayağına dolaşan insanlar həmişə xainlər olublar. Xəyanət həmişə yaxşının evini yıxıb. Həmişə İmam Həsən kimi kişiləri, İmam Əli kimi kişiləri, kimlər yıxıb, belə nəfsinə uyan xainlər, belə zəif adamlar. Ona görə zəif olmaq, nəfsin üzərinə getməmək, nəfslə mübarizə aparmamaq təhlükəlidir buna görə. Bunları ona görə sizə danışdım ki, nəfsüzdən müğayət olun ki, ola bilsin, indi elə imtihan çıxmayıb qabağımıza, hər şey yaxşıdır. Bilmək olmur da, qarşıdan İmam Zamanın zuhuru gəlir. Bir gün gec, bir gün tez ağa zuhur eləyəcək. Böyük ehtimalda görmə ehtimalımız da çoxdur o zuhur günlərini. Amma həmin ərəfədə biz harda olarıq? İmamla münasibətimiz necə olar? İmam bir söz deyər, sərf eləməz bizə neyniyərik?
Çox çətindir. Ona görə Ramazan ayı bax o nəfsi tərbiyə eləyir ki, sabahları nəfs ilahi bir imtahanla üzbəüz gələndə dindən çıxmasın. İnsanı dindən çıxartmasın. İnsanın abrını aparmasın. İnsanı xainə çevirməsin. Nədənsə dolayı insan çevrilib olmasın. Allah düşməni, din düşməni. Tarix doludur belə nəfsinə uyub Allahla müharibə edən insanlarla. Çoxdur. Onlardan biri Qarun kim olub bilirsiniz? Həzrəti Musanın qohumudur. Bir rəvayət yazır xalası oğludur, bir rəvayət yazır əmisi oğludur. Qarun. Qarun necə çaşdı? Pul gəldi, sellə pul gəldi, o həddə çatdı gedirdilər, xəzinələrinin açarlarını neçə dənə dəvə daşıyırdı. O həddə qədər pul gəldi ki, nəhayət o qədər qudurdu ki, nəfs onu qudurtdu ki, üzr istəyirəm ifadəmə görə, Həzrəti Musanın yoldan gedəndə evinin damından Həzrəti Musanın başına pis bir zivil atdı da, belə deyək, kül tökdürdü, nə bilim, palçıq atdı. Həzrəti Musaya sataşdı, ona cəsarət elədi. Halbuki Həzrəti Musanın yanında böyüyüb, haqpərəstim, yəni tövhid dinindədir. Amma nəfs saçdırdı, çıxdı Peyğəmbərə qarşı, Peyğəmbərə sataşdı, hörmətsizlik elədi. Allah neynədi? Allah bir gecənin, bir anın içində bütün var dövləti ilə bərabər çəkdi yerin tərkibinə. Məhv oldu, heç bilinmir indi də hardadır, var dövləti hardadır, özü hardadır. Yoxa çıxdı da özü var dövlət qarışıq. Nəfs belə eləyər insanı, gətirər, çatdırar səni Qarun səviyyəsinə, sonra oradan elə çırpar səni yerə ki, tükün elə gəlməz. Ona görə hər qalxırıq, nə qədər uğur, nailiyyət, nə əlimizdə olur, nə qədər dostumuz çoxalır, pulumuz çoxalır, can sağlığımız var, nə bilim, o birisi, bu birisi var, bunlar heç bir insanı yerindən oynatmasın. Yerindən oynatmasın. Kasıb vaxtı necədir? Varlı vaxtı da elə olsun, varlı vaxtı necədir? Kasıb vaxtı da elə olsun. İnsan hər halında özünə nəzarət etməyi öyrənsin. Çünki bu çox vacib şərtdir. Allah'ın verilən mübarək Ramazan ayının hörmətinə Allah bizi nəfsi ilə mübarizə aparanlardan, nəfsini tərbiyə eləyənlərdən qərar versin inşallah.